ابن عباس رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم أحب الأديان إلى الله الحنفية السمحة. İbn Abbas radıyallahu anh'ın rivayet olunur ki Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurur. Dinler içinde Allah'a en sevimli din asan Hanif dinidir. Ve bu hadis Allah Resulü sallallahu aleyhi ve sellem bize başa salır ve öğretir ki Allah'a en sevimli din İbrahim'in dinidir. Necə ki Allah subhanahu ve teala hatta Allah Resulü sallallahu aleyhi ve sellem emredir. Kur'an-ı Kerim'de ثُمَّ اَوْحَيْنَ اِلَيْكَ اَنْ يَتَّبِعْ مِلَّةِ İbrahim. Sonra biz sana vahyetti ki İbrahim'in dinine tabi olasın. Ve Hanif dini bütün peygamberlerin dinidir ve esasen İbrahim aleyhisselamın nispet olunur. Niye? Hanefe sözü meyil etme manasındadır. Ve tövhide meyil edip şirkten üst çevirmektir. Ve asanlığı da şək yoxdur ki şəriətdəki olan asan məsələlərə görə orada heç bir çətinlik, qaranlıq olmadan və necə ki Allah Resulü sallallahu aleyhi ve sellem də buyurur ki İnnə dinə yusr, həqiqətən din asandır. Və bu baxımdan da Allaha da ən sevimli din Hanif dinidir. Allaha yönələrək, Allah subhanahu təkləşdirərək və şirk əhlindən uzaq olmaqla.